Diqqətli olun. Mən götürüb bura kvadrata yalandan 0 yaza bilmərəm. Bu da səbəb nəyə görədir? Diqqət yetirin bir dənə bu yazdığım misal tipinə, sonra ora keçəcəyik. Məsələn, yazıram x kvadrat üstəgəl 3-ün kvadratı çıxılsın 5. Deyirəm ki, bunun ən kiçik qiymətini tapın. Və yaxud da ki, indi belə yazacağam. Görək burada fərq nədədir? Deməli, buradakı fərq, gəlirsən bu kvadratın içindən danışırsan ki, bura nə ola bilər? 0. Nə ola bilər? Nə mənada deyirdik? 0 ola bilərmi? Bura. Ola bilməz. Niyə? Kvadratın üstünə 3 gələndə 0 ola bilməz. Bəs onda bunun bir dənə də kvadrat var içində, bura. Onda biz gəlib deyirik ki, bura ən balaca halını almalıdır. Çünki x kvadrat plus 3 bir yerdə 0 ola bilmir. Nədən böyükdə əslində bu? 3-dən böyük bərabərdir. Yuxarıda öyrəndik. Deməli, onda bunun içərisindəki bu ifadəyə biz 0 veririk. Qalır 3-ün kvadratı, çıxılsın nə 5. Bu da nə qədər eləyir? 4. Bəs yaxşı, burada fərq nədədir? Burada kvadrat çıx 3 0 ola bilər. Niyə? Kök 3-də. Kvadrat bərabərdir 3 dənliyin həlli var. Onda bu dəfə isə biz daha içərini düşünmürük. Deyirik, bu ümumi bu kvadrata görə bura 0-dır. Onda cavab nə qalır? -5. Yəni, bu ikisinin arasındakı keçid oradadır. Aydındır. Fikir verdiniz ki, bu birinci sualda kvadratın içərisi 0 ola bilmədi. Amma ikinci sualda kvadratın içərisi 0 ola bildi. İndi bu nə deməkdir? Gələcəm, mən burada kvadrat ayıracağım. 4-ə görə 2 misil var. X plus 2-nin kvadratı olur. 6-dan 2-nin kvadratı 4-ü ayıranda 2 qalır. Və bu belə bir ifadədir. Burada da plus 8y 2-yə böləndə 4 eləyir. Y plus 4-ün kvadratı 4-ün kvadratını çıxanda 16-nı çıxardığında minus 1 qalır. Çünki 15'dir bu. Sonra baxın, fikirləşin ki, bu hər hansı bir adı. Bu oldu a kvadrat plus 2'nin kvadratı. Bu hər hansı bir b'dir. Bu da oldu b kvadratı minus 1'in kvadratı. Minus 4. Və gəldik belə bir şeyə çıxdıq. Topluda da var belə suallar. İndi bayaqki fikrimizi deyirik. Deyirik ki, bura 0 ola bilərmi? Siz deyin, müəllimlər, ola bilərmi? A kvadrat plus 2 0 ola bilməz. Nə 0 olar onda kvadrat olduğuna görə? Bu. Bəs bura 0 ola bilərmi? Olar. Deməli, onda burada qaldı 2'nin kvadratı. Burada qaldı 0. Burada da qaldı 4. Ondan balaca qiyməti nədir? 0. Bildik.